Bu yaxında bir biznes analizi elədik. Bir şirkətdir, adam şirkət qurub, çox da mükəmməl bir şirkət qurub, proqram üzərindən mebel aksesuarlarını satır düşün. Heç kimin ağlına gəlməz. Və oturub analiz elədim ki, bu şirkət ümumiyyətlə Azərbaycanda var, dünyada tapmadım belə bir şirkət. Ki və missiya 4 idi quran insan, 8-4 idi ki, mebel aksesuarlarını, mebelin, yəni bu şurupları ola bilər, çəftəsi ola bilər falan, proqram üzərindən sexlərə satır. Düşün. Yəni bütün bu heç bir şeydə yoxdur yəni bu ideya. Və çox da qəşəng işləyir. Niyə çatdırma eləyirlər? UTP-si var, xüsusi təklifi var, insanlara maraqlıdır. Adam başlayır biznesə, qazanır. Əlinə pul gələndən sonra missiya 4-də axı yenə 2 fərqli biznesə yatırım eləyir. Hansı ki, heç birində bilgisi yoxdur. Sadəcə təkliflə ki, bəs belə bir şey açsaq tutar. Məsəl üçün fast food açsaq tutacaq. Gedir yatırım eləyir. Nəticədə 200 min yanır, batır. Ondan sonra gəlir yanıma ki, jakoçluq eləyək, bərpa eləyək, düzəldək. Təbii ki, o düzəlir sonrasında.